Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavat ve selamı cümlenizin üzerine olsun. Allah Teala akşamınızı da hayırlı eylesin. Gelen günlerinizi hayren bedde eylesin. İşlerinizi avand eylesin. Allah hamınızdan, bizi xüsusən dinleyenlerden razı olsun ki, belə söhbətlere marağınız var. Söhbət iblisin, yani şeytanın ağbaylığından gedir. Söhbətimiz orada qaldı ki, Əzazil cənnətdə ibadət və mələklərə təlim edərdi. Ve meclis ehilleri ona hürmet edip onun için yakuttan olan bir minber üzerinde onu oturttular ve başı üzerinde nurdan olan bir elem, yani bayrak tutardılar. Belə ki, o kadar melek onun etrafına cem olardı ki, ədədini Hakkı Teala'nın elmi gaybi bilirdi. Əzazil neçə illər ibadət etdikdən sonra övlad-ı cindən cəzirələrdə və bəzi xarabəliklərdə pərakəndə olan cinlər çoxalıb yer üzünü tutdular. Lakin Hakkı Teala'ya ibadət etməyin qaydasını bilmirdilər. Əzazil onları düz yola dəvət etmeye dua etti. Onun duası Allah Teala tərəfindən qəbul olunub. Əzazil bir dəstə mələklər ilə yerə indilər. Əzazil o qovmi təriqi haqqə dəvət etdi. Yani Allah Teala'nın buyurduğu yollara dəvət etdi. Onlardan az bir hissə Əzazilə itaət etdi. Əzazil o qovmun imana gelen şəxslərindən birinin adına ki, Səhlut İbni Bəlahət deyirdilər. O qovmun üzerine büyük koyup ve ona tapşırdı ki, onları dinin düz yollarına dəvət etsin. Səhlut o qovmi dini haqqa onları dəvət etməyə çox səy elədi. Amma o qovmi isə tuğyan edib onu şəhid etdilər. Bu vaxtlarda Əzazilin bu işdən xəbəri yox idi. Elə ki, Əzazil bu işdən xəbərdar oldu, yerə enib yenə də onlardan birini onlara başçı təyin etdi. Xülasə, onu da Səhlut kimi şəhid etdilər. Bir-birinin ardınca bir neçə rəsullar təyin olundu. O qovmi isə cümləsini şəhid etdilər. Axirəl əmir Yusif adlı bir şəxs onlara rəsul təyin etdi. O qovmi Yusifi də qətl etmək istədilər. Yusif bir hilə ilə onların əlindən qaçıb özünü Əzazilə yetirdi və əhvalatı ona bəyan etdi. Əzazil Hakkı Teala'dan gösteriş alıb məmur oldu ki, onların cümlesini qətl etsin. Bəs yenə yerə enib əksərini onların qətl edib qalanları ətraf xarabalıqlara dağılışdılar. Əzazil yer üzünü pak eden kimi Hakkı Teala yerin dəxi təsərrüfünü, yani ixtiyarını Əzazilə verdi. Beləliklə Əzazil gah yerdə, yani Əzazil dedikdə bilirsiniz də şeytan nəzərdə tutulur. Əzazil gah yerdə və gah göydə Hakkı Teala'ya ibadət edirdi. Gah da cənnətə gedib cənnətdə ibadət edirdi. Elə ki yerin və göyün böyüklüyü Əzazilə həvalə olundu. Əzazilin qəlbinə belə bir fikir gəldi ki, mən ki bu qədər Allah'a ibadət edirəm və bu mərtəbəyə ucalmışam. Yəni yerin, göyün və cənnətin içərilərində olan bütün yaranmışlardan üstünəm.
və bunların cümləsinin rəyasətliyi, yəni böyüklüyü mənim ixtiyarımdadır. Əgər Allah Teala bu rəyasətliyi məndən alıb başqa bir şəxsə versə, mən ona ibadət etməyəcəyəm. Çünki elmidə və əməldə mənim mislim, yəni mənə bərabər bir kimsə yoxdur. Və bu işə məndən qeyri bir şəxs səzavar, yəni layiq deyil. Bu vaxt mələklərdən bir dəstəsi Luh-i Məhfuza baxıb gördülər ki, yaxın zamanlarda Allah Teala'ya yaxın olan şəxslərdən birinə Allahın qəzəbi yetişəcək. Həmən şəxs bu səbəbdən məlun və mütrid olar. Onlar bu hadisəni gördüklərinə görə məlul və məhzun, yəni qəmli və qorxan halətlərdə Əzazilin yanına gəldilər. Əzazil onları məhzun və qəmli görüb, soruşdu ki, niyə belə qəmli və qüssəlidirlər? Onlar gördükləri vaqiəni Əzazilə nəql edib, vaqiəni burada yuxu yox, hadisəni nəzərdə tutulub, nəql edib və ondan iltimas etdilər ki, Əzazil dua edib, bu bəladan onlar uzaq olsunlar. İblis dedi, bu hadisə bizə və sizlər üçün deyil, mən onu neçə illərdir ki görmüşəm, amma heç kəsə demirdim. Onlar iltimas etdi ki, İblis dua etsin. Onlar da amin desinlər ki, bəlkə bu bəla onlardan rəf-i ola, yəni kənar ola, uzaq ola. İblis əllərini dua etməyə qaldırıb, belə dua etməyə başladı. Pərverdigara, bu bəlanı bunlardan uzaq elə. Qürurundan, təkəbbüründən özünü demədi və əsla qəlbinə xof əsəri gəlmədi və buna görə də əbədi cəzaya mübtəla oldu. Odur ki, deyirlər alimlərimiz ki, dua edəndə hamını dua etmək lazımdır. Təkcə özünü dua etməklə iş bitmir, yəni düzgün deyil. Bir rəvayətdə varid olub ki, bir gün İblis cənnətə daxil olanda gördü ki, cənnətin qapısının həlqəsinə yazılıb ki, mənim bir qulum vardır, bəs mən onu mükərrəm edib yerdən göylərə və sonra cənnətə daxil etdim. Yəni onu əziz tutdum, onu yüksək məqamlara qaldırdım. Və sonra cənnətə daxil etdim, ona bir əmr edərəm, o mənim əmrimə itaət etməz. Əzazil cənnətin qapısı ağzında 1000 il durub, o şəxsə lənət etdi ki, yəni bu şəxs bu qədər ikram, hörmət müqabilində belə bir varlığa, yəni Allah Teala'ya itaət etməyib. Belə ki, o 1000 ili ibadətindən uzaq oldu və dilindən lənəti tərk etmədi. Başqa bir xəbərdə isə belə deyilir, İblis Luhə nəzər etdi, gördü ki, Luhda belə yazılıb, Əğuzu billahi minəşşeytanirrəcim. Əzazil dedi, ya Rəbbim, şeytan kimdir? Haqqı Teala buyurdu ki, bu şəxs mənim qullarımdan bir şəxsdir ki, bu şəxsi böyük nemətlər ilə müzəyyin edərəm. Amma o isə mənim əmrimdə axırda mənə müxalifətçilik edər. Buna görə onu zəlil və xar edərəm. Əzazil dedi, İlahi sən onu mənə göstər, mən onu həlak edim. Haqqı Teala buyurdu, bu yaxında görəcəksən. Rəvayət olunur ki, İblis həmişə səcdə edib başını qaldıranda lənətullahi İblis yazısını görürdü. Bu vaxt o özü də o şəxsə lənət edirdi. Amma bilmirdi ki, İblis hələ onun özüdür. Belə ki, Adəm əleyhissalamın xilqəti və İblisin Adəmə ziyarət əmri və İblisin Adəmin ziyarətindən əba etməsi barədə və özünün oddan, Adəm əleyhissalamın isə topraqdan və odun topraqdan üstün olduğunu üzr və dəlil gətirib. Adəm əleyhissalamın ziyarətindən və ona səcdə etməkdə əba etməsini irəlidəki söhbətlərimdə sizə nəql etdim. Elhamdülillahi Rabbil alemin.
Amma mələikələrə gəlincə isə elə ki Haqqı Teala iqtiza etdi ki, növ-i bəşəri və Həzrət Adəm əleyhissalamı xalq edə. Odur ki, mələklərə xitab edib dedi, yaxın vaxtlarda mən topraqdan bəşər xalq edəcəyəm. Yəni, belə bir insan yaradacağım. Mələikələr dedilər, ya Rəbb, yer üzündə fəsad edib qan tökənlərmi yaratmaq istəyirsən? Sonra dedilər, ilahi pərverdigara, əgər icad-ı xəlifədən sənin məqsədin günahkarlar yaratmaqdırsa, onda bəs niyə və ya nə üçün cinləri həlak etdin? Əgər muradın itaət isə, yəni savab əməl qazanmaqdırsa, bəs niyə bizi yarattın? Haqqı Teala sadəcə buyurdu ki, mən bilirəm sizin bilmədiyinizi. Elə ki, mələklər bu cavabı eşitdilər, bu sualdan peşman oldular və öz-özlərinə dedilər, məmur olmadığımız iş ilə nə işimiz vardır və biz bizə aid olmayan sözü nə səbəbə dedik? Buna görə mələklər dedikləri sözdən, yəni onlara aid olmayan məsələyə qarışdıqlarına görə peşman olub 1000 il kürsünü təvaf edib Ləbbeyk Allahım sözünü zikr etməyə başladılar, yəni deməyə başladılar. Bir rəvayətdə Allah Teala'nın fikrinə qarışdıqlarına görə Allahın qəzəbinə gələcəklərindən xof edib, yəni qorxub Allah Teala'nın ərşini təvaf, yəni dövr etmək edib Allahın onları bağışlamasını və istədilər və Allahın qəzəbindən Allah'a sığınmaqlarını etiraf etdilər. Buna görə onların bu əməli Allah Teala'nın xoşuna gəlib və onlardan xoşnut olub, onlara tirhəm, yəni məhəbbət göstərərək dedi, ey mələklərim, sizlər məndən bağışlanmağınızı mı istəyirsiniz? Onlar dedilər, bəli, ya Rəbb, biz bilmədiyimiz bir işə addım atdıq. Bizi əfv edib qəzəbindən bizi xilas elə. Haqqı Teala buyurdu ki, ərşin altında bir arx vardır. Ora gedib o arxın suyunda dəstəmaz alın və onlara dəstəmaz almağı təlim etdi. Və buyurdu ki, Əstəğfirullahə Rəbbi və ətubu iləyh desinlər. Mələklər dedilər ki, bu əməlin müqabilində bizlərə nə əcr və savab vardır. Haqqı Teala buyurdu ki, cümlə günahlarınızı əllərinizdən, ayaq və üzlərinizdən və bir cümlə əzalarınızdan cəmi günahlarınızı silərək sizi əfv edib pak edərəm. Dedilər, ya Rəbbi, bu ehsan təkcə bizə mi aiddir? Yəni ki, hər kəs bu əməli etsə, məğfirətə, yəni bağışlanmağa müşərrəf olarlar. Haqqı Teala buyurdu ki, bu əməl Muhammed sallallahu aleyhi və səlləmin şüarıdır. Hər kəs o ümmətdən nə noy günah etsə, dəstəmaz alıb yuxarıda dediyimiz sözləri desə, onun cəmi günahlarını pak edərəm və onun məğfirət və rizvanıma vasil edərəm. Yəni cənnətimə daxil edərəm. Bir məsələni burada qeyd edim ki, tövbədə edəndə gərək onu, yəni əməldə də göstərəsən, sadə dillə deməklə iş bitmir. Yəni dediyi sözün el arasında bir məsəl var, bir söz var, deyir, ağası olasan. Yəni dediyin sözü əmələ gətirəsən. Nəql olunub ki, Cəbrail əleyhissalam xalq olunduqda nəzəri özünə düşüb, öz gözəlliyini görüb, Yaradanının şükründən ötəri 2 rəkat namaz qıldı. 30.000 il bu namazın qılınmasına vaxt sərf olundu. Sonra dedi, ya Rəbbim, bu noyu əməl edən bir qulun varmı? Haqqı Teala'dan xitab gəldi ki, ya Cəbrail, axır zamanda bir taifə yaradaram, yəni insanları yaradaram. Az bir zamanda 2 rəkat namaz qılarlar, eyibsiz və sidqi dil ilə. O 2 rəkat namaz bu sənin 30.000 ildə qıldığın namazından dəyərli və üstün olar. Cəbrail əleyhissalam deyər
Bəs belə ikən bunun səbəbi, hikməti nədir? Haqqı Teala buyurdu ki, sənin heç bir istəyin, arzun, diləyin olmadan, əziyyətsiz, maniyəsiz, yorulmadan namazı əda edirsən. Amma onlar isə zəif və gecə və neçə maniyələr ilə namazı əda edərlər. Yeri gəlmişkən bir qədər aydın olsun deyə deyirəm ki, mələklərin necə bir varlıqlar olmasını daha da aydın biləsiniz. Mələklər acımazlar, susamazlar, yemək yeməzlər, yorulmazlar, yatmazlar, qorxu çəkməzlər, ailə qurmazlar, uşaq dünyaya gətirməzlər. Lətif bir varlıqdırlar. İstədikləri surətə düşə bilirlər, fəqət it ilə donuz sifətinə düşməzlər. Çox böyük gücə malikdirlər. Hətta dağı yerindən qaldırıb, hansısa taifəni və ya qovmi məhv etməyə qadirdirlər. Allah Teala'nın səsini, nidasını, hökmünü eşidirlər. Yəni Allah'ın var olmasını sanki gözləri ilə görmüş kimidirlər. Və buna görə də Allah'ın var olmasına 100%'li əmindirlər. Onlarda bir-birlərinə paxıllıq və mənfi xüsusiyyətlər yoxdur. Amma insan bu deyilən sifətlərin tamam əksidir. İnsanın daha xüsusiyyətlərini sadalamıram. Bu insanda hansı sifətlər desən var. Hətta Allah Teala'nın var olmasına çoxları inanmırlar. İnansalar və o dünyada insanın diriləcəyinə və bu dünyada etdiyi əməllərə görə cavab verəcəyinə inansa idilər, 1000 növ mənfi xüsusiyyətləri tərk edərdilər. İnsanın o dünyanın inanmasından əlavə bir tərəfdən də iblis məlun insanlardan əl çəkməyib, onları əyri yollara çəkməyə çalışır. Amma iblis mələklərə vəsvəsə edə bilmir. Çünki mələklər də Allah'ın var olmasına yəqinlikləri vardır. Onlar fəqət ona görə yaradılıblar ki, Allah Teala'nın hökmlərinə itaat etsinlər və Allah tərəfindən onlara tapşırılan işləri əmələ gətirsinlər. Xülasə, insanın belə məşəqqətli və yorğun, qorxan halda qıldığı namaz əlbəttə mələklərin qıldıqları namazlardan qat-qat üstündür. Allah Teala'nın buyurduğu söz isə belədir ki, əlbəttə bunlara görə onların savabı, yəni insanın etdiyi savablar ziyadə olmağı əhsən və hikmətimə münasibdir. Mütərcim. Yeri gəlmişkən mən bir məsələni istədiyim. Bəzən alimlərə sual verirlər ki, hər bir şeyin dəyərini dəyərləndirmək üçün bir ölçü vahidi var. Bəzisini kiloqram ilə çəkirsən, birini metrə ilə, bəzisini ağırlığı və ya şirinliyi və ya dadı ilə qiymətləndirirlər. Yəni dəyərləndirirlər. Və savabın dəyəri nə ilə ölçülür? Adətən belə deyilir, Kərbalaya gedib şəhidləri ziyarət etmək və ya həcc ziyarətinə getmək və ya cihad edib vətən yolunda şəhid olmaq və ya gecə namazları qılmaq və ya alimlik edib insanları düz yola dəvət etmək. Bu adları çəkilən və digər əməlləri edən şəxsləri sıraya düzsək, ən qarşıda, yəni birinci yerdə hansının biz durğuzardıq. Yəni birinci adam kim olardı? Birinci şəxs kimlər olardı? Bu sualın cavabı belədir ki, savab insana onun çəkdiyi əzab, əziyyəti ilə ölçülür. Hansının çəkdiyi əzab, əziyyət digərinkindən çox olsa, o birinci yerdə olandır. Nə üçün? Deyirlər, şəhid sorğu-sualsız cənnətə gedəcək. Çünki dininin yolunda canını verir. Bəs görəsən, alim nə üçün şəhiddən üstün sayılır? Deyilir ki, alimin mürəkkəbi şəhidin qanından üstündür. Çünki şəhid bir dəfə ölür, alim isə 1000 dəfə ölür.
Alim geceler oyaq qalır, o qədər mütaliə edir. Az qalır beyninə qan sıza. Tez ayağa qalxır ki, birdən ölərəm. Başı ağrıyır, başını aşağı edir ki, birdən beynimə qan sıza. Bunun çəkdiyi əzab, əziyyət. İkinci də şəhidi şəhid edən alim olur. Şəhid bilsə ki, vətən uğrunda ölməyin mənə heç qazancı xeyri yoxdur. Özünü ölümə verməz. Kim səbəbsiz canını ota atar? Deməli, ən birinci sırada cənnətə daxil olan peyğəmbərlər, ikinci imamlar, üçüncü alimlər, dördüncü şəhidlər olmalıdır. Sonrakiləri deməyə daha ehtiyac yoxdur. Xülasə, gələk əvvəl etdiyimiz söhbətə. Söhbəti burada dayandırıram. İnşallah bu söhbətin davamını bildiyiniz kimi edəcəyəm Allahın izni ilə. İndi isə gecəniz xeyrə qalsın, yuxunuz şirin olsun, Allah amanında olun. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.